Hanımlar ve canablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. 3-4 vacib xəbəri çatdıracağıq sizə. Çox dəhşətli xəbərləri. Və xahiş edirik ki, yayımı bəyənib paylaşasınız. Auditoriyamız geniş olsun. Mehriban Əliyeva və İlham Əliyev BMT-də dalaşıblar. Onların bu dəfə dalaşmasına səbəb Adnan Əhmədzadə olubdur. Adnan Əhmədzadə Mehriban Əliyevanın adamıdır. Mehriban Əliyeva İlham Əliyevdən tələb edir ki, dərhal Adnan Əhmədzadəni azadlığa buraxsın. İlham Əliyev də onu azadlığa buraxmır. Və buna görə də Mehribanla İlham arasında dava düşübdür. Mehriban acığa İlhamın çıxışı zamanı boş zalı çəkərək, yəni boş zalda çıxış elədiyini çəkərək paylaşıbdır. Bu çəkiliş yalnız Mehriban Əliyevanın səhifəsində paylaşılıbdır. Və Mehriban Əliyeva çəkib paylaşmasaydı, biz bu İlham Əliyevin rəzalətindən xəbər tutmazdıq. Mehribana bir təşəkkür düşür. Mehriban Əliyeva Amerikadan Bakıya İlhamla bir yerdə qayıtmır. Heç şəhid məzarlarını da ziyarət etmir İlham Əliyevdən bir yerdə. Bu arada Adnan Əhmədzadə də deyir ki, Mehriban Əliyeva ilə görüşməsəm ağzımı da açmayacağam. Neysə. Hamısı bir-bir. Mən demişdim axı bunların sonu gələndə bir-birini qıracaqlar. Deyilən ikinci xəbərimiz budur ki, ikinci xəbərə keçməmişdən onu elan edim ki, bugün canlı yayımımızda Elman Ekstrasens, Elman canlı yayımımıza qoşulacağını israr elədi. Çox vacib xəbərlər var. Ən əsası da Mehriban Əliyevanı öldürəcəklər. Mənə Ekstrasens dedi, Əliyev ailəsində faciə baş verəcək, digər nazirlərin ailəsində faciə baş verəcək. O barədə danışacaq. Canlı yayımımızı Haqsızlığa Susma YouTube kanalında izləməyi unutmayın. İkinci xəbərimiz 27 sentyabrda Zəfər Parkına gələn nazirlər öz aralarında danışırlarmış ki, görürsən xanım, onlar Mehribana xanım deyir. Görürsən, xanım İlhamın acığına statusunda Qabilin videolarını paylaşıbdı. Mənim videolarımı Mehriban Əliyeva paylaşıb statusunda. İlhamın və Mehribanın ayrı-ayrılıqda WhatsApp qrupları var. Həmin WhatsApp qrupları ilə ümumi tapşırıqları nazirlərə, idarə komitə rəhbərlərinə çatdırır. Ancaq şəxsi tapşırıq olanda isə həmin nazirin özünə şəxsən yığır ya şəxsən yazır. Mehriban Əliyeva da özünə məxsus WhatsApp qrupunda, WhatsAppda Qabilin videolarını paylaşıb. Altında da yazırmış ki, kül sizin başınıza. Məsələ burasındadır ki, Mehriban ancaq İlham Əliyevin söyülmə kadrlarını statusunda paylaşıbmış. Statusunda İlhamı söydürür. Mehriban Əliyeva deyim bizə tərəf keçib. Sonunda ağ bayraq götür, ondan sonra kişi olmaz. Odur Bəşər Əsədin arvadının, Əsma Əsədin yaşadığını sən yaşamaq istəmirsənsə, kömək ilə bizə bu İlhamı devrək, mələr qoyaq. Hər neysə. Deyələmədələrim, dəyərli soydacılarım. Üçüncü material isə İlham Əliyevi demək olar ki, kabusudur. Gürcüstan sərhədçiləri İlham Əliyevin 200 kilogram 50 milyon dollarlıq narkotikinin adını desəm bilmirəm, şikayət olar ya olmaz. Nəzə, herlə gələn narkotikini tutublar. Həmin narkotiki sərhəd qoşunlarının rəisi Elçin Quliyev İrandan Biləsuvar sərhəd keçid məntəqəsi ilə Azərbaycana gətiribdi. Azərbaycanda da Qazax, Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Gürcüstana keçirib Avropaya aparanda Gürcüstan sərhədçiləri narkotiki tutublar. İndi də Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hər yerdə deyir ki, danışır ki, narkotik mənim deyil, narkotiklər mənim yox, İlham Əliyevindir. Belə hadisə 2014-cü ildə də olmuşdu. Elçin Quliyev 3 ton narkotiki İrandan Azərbaycan ərazisi ilə Gürcüstana aparanda Gürcülər həbs etmişdi. General Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, yəni İlham Əliyevin qeyri-qanuni damadı, ikisi bir şey
qızdan məşğul idilər Fəxriyə Xələfova ilə. Əslinə qalsa Elçin Quliyevin yeganə güc naziri ya güc idarə komitə rəhbəri, xidmət rəhbəri yeganə olaraq 25 ildir ki oradadır. Ona hər zaman mən deyirdim Fəxriyə Xələfova Mehribanla da İlham Əliyevdən də sevgili olubdu. Ortaq sevgi, ortaq bir deşikləri var idi ona görə. Amma indi biraz da fərqli üslubdan yanaşıram. 25 ildir DSX rəhbəri Elçin Quliyevin orada qalmasının əsl səbəbi İlham Əliyev üçün tonlarla, 10 tonlarla narkotikin Avropaya daşınması, tranziti yerinə yetirdiyinə görə Elçin Quliyev o vəzifədədir. Bilin ki, məktəblərimizdə körpə uşaqlarından tutmuş bütün məhəllələrdə, bütün Azərbaycanın narkotiklə zəhərlənməsi, hələ Azərbaycan üzərindən Avropanın narkotiklə zəhərlənməsinin başında İlham Əliyev durur. Ona da lazım olan yeganə adam General Polkovnik Elçin Quliyevdir ki, o 25 ildir o vəzifədədir. Değerli vətənlər, değerli soydaşlar. Bu arada akşam birazdan canlı yayımımızda Haqsızlığa Sumada ne göreceksiniz? Ekstrasens efirde ekstrasens Mehriban Əliyevanı öldürəcəklər. Mehriban Əliyeva BMT'de dalaştığından danışılacaq yenə. Avropadan yeni sanksiyalar gəlir. Yenə sanksiyaların hədəfində İlham Əliyevdir. Və qazın, işığın, suyun, bütün növ ərzaq məhsullarının qiyməti qalxacaq. İlham Əliyev qaldıracaq qiyməti. Əziz vətəndaşlarım, yayımımızı bəyənib paylaşın. Auditoriyamız geniş olsun. Canlı yayımımızı izləməyi unutmayın.